Məktəb illərim 84 nömrəli məktəbdə uşaqlığım ancaq orada keçib. Müəllimlərimiz çox əziz olub, səmimi olublar. Sinif rəhbərimiz də ki, xanım müəllim idi. Xanım müəllim həm sadə yolla, həm də uşaqlarla elə bir rəftar eləyirdi ki, elə bilən ki, məsələn, öz uşaqlarıdır. Yəni, mən orada çox tərbiyə gördüm. Uşaqlar bir-biri ilə mehriban, səmimi, çox yaxşı yoldaşlar idi. Bir yerdə otururduq, çörəyimizi yeyirdik. Dərslərimiz də ki, pis keçmirdi. Dərsləri keçirdik, oradan da düşürdük aşağı. Bizdə nəğmə müəllimi var idi, Tamila xanım. Otururduq, o pianinanı ifa eləyirdi, biz də onunla ifa eləyirdik. Mən həmişə birinci özümü verdim qabağa ki, qoy mən oxuyum, mən oxuyum. Mənim sesim elə bir o qədər gürü idi ki, mən elə bir solo oxuyurdum da, elə bir şeydi. Müəllimə deyirdi ki, bu sesi kim çıxardır, yəni kim oxuyur bunu, fikir vermirdi bizə. Uşaqlar deyir ki, Zenfiradır. Müəllimə gördü ki, neysə, bu qızda bir balaca istedad var. Durğuzurdu mənə ki, qızım, sənin gözəl talantın var, suluğun gözəldir. Mən elə bilirəm ki, elə bu sənətlə də irəli gedərsən. Bilmirəm, hansı məktəbdənsə bizə qonaq gəlmişdi. Konsert təşkil eləmişdilər. Mənə də dedilər ki, qızım, sən də ged oxuy. Mən də gəldim, oxudum. Neysə, müəllimə dedi ki, əla, hoşuma gəldi, yəni ki, sənin bu çıxışın, yəni qabağa gedə bilərsən. Beşinci sinifdən də sonra mən qarmon sinifinə getdim. Oranı da bitirdim. Qarmon sinifini qutarandan sonra sənədlərimi verdim Mədəni Maarifin xor dirijorluq fakültəsinə. Orada da müəllimlərimiz çox yaxşı idi. Bizdə qarmon müəllimi Əbitalov müəllimi idi, sonra Əlibala müəllimi idi. Mən dirijorluğa girmişdim də. Dirijor müəllimimiz həm Müzəffər müəllim, indi hal-hazırda konservatoriyada dərs deyir. Bir də Ənver Məmmidov. Texnikumu da bitirəndən sonra məni bizim elə öz müəllimimiz idi, öz sarayımıza dəvət elədi ki, biz müəllimə kimi. Gəldim Ramiz müəllimin yanına. Ramiz müəllim məni qəbul elədi. Neysə, uzun illər orada mən qarmon müəllimi işlədim, pedaqoji fəaliyyətimi davam etdirdim. 73-cü, 78-ci illərdə mən indiki Səttar Bəhruzada adına Mədəniyyət Mərkəzi, əvvəllər Mədəniyyət Sarayıdır. Mən orada qarmon kursunu bitirmişəm. Və orada mənim çox müəllimlərim olub. Onlardan biri də ən sevimli müəlliməm Zenfira müəllimə olub. 12 yaşım olanda, 16 yaşım olana qədər onun sinifində şagird olmuşam. Və ondan bir həm mənə bu qarmon alətində ifaçılığın sirlərini öyrədib, həm də deyərdi ki, müəllim ali şəxs olmalıdır, şəxsiyyət olmalıdır, mədəni olmalıdır. Gələcəkdə əgər müəllim işləsiniz də bu gənclərə örnək olmalısınız. Gənclərin estetik tərbiyəsində müəllimin bilavasitə rolu böyükdür. Və mən o tərbiyəni, o qayğıkeşliyi Zenfira müəllimədə görmüşəm. Əgər Zenfira müəllimə olmasaydı, ondan o qarmonun sirlərini öyrənməsəydim, bu sənətə yiyələnməsəydim, mənə yol göstərən olmasaydı, sözsüz ki, müəllim də işləyə bilməzdim, bu sənətin sirlərini də bilməzdim. Bizim kətdə
mədəniyyət sarayı vardı. Ora mənə dəvət elədilər ki, biz orada yaxşı ansambl var. Gəl səni aparaq ora. Gəldim ora. Orada Elxan Müzəffərov ansamblın rəhbəri idi. Səsimə qulaq asdı. Dedilər ki, məşqlərə gələ bilərsən. Çox məşq elədik. Bir günləri konsert təşkil elədilər, elə bizim sarayda. Hamı, məsələn, çıxış eləyirdi. Mənə də təklif elədilər ki, sən də çıxış elə. Mən də başladım çıxış eləməyə. Haray getdi demədən, qoymaz mənim demədən. Gedirsə də qəm getsin, getməsin həmdəm əldən. Gedirsə də qəm getsin, getməsin həmdəm əldən. O konsertə bizim gözəl müğənnimiz Əlibaba Məmmədov, o da oradaydı. Yəni ki, ansambl ilə gəlmişdi. Mən çıxış elədim, çıxdım səhnədən fayəyə. Fayəyə çatanda gördüm ki, Əlibaba müəllim mənə yaxınlaşdı. Ay qızım Zənfirə, sənin deyir qəhrəman çalmağın oxumağından yaxşıdır. Amma yox, elə oxumağın da yaxşıdır. Məşqlərə gələ bilərsən, dedim mən mütləq gələrəm. Neysə, bir-iki dəfə məşqlərə də getdim. Amma sonra bir dəfə konsert oldu, ondan sonra daha nəsə alınmadı. Bir gün Balaxanıya konsertə getdik. Bizdə orada qarmon çalan vardı, Ağacan. Mənə təklif elədi ki, mən Araz ansamblında qarmon çalıram. Səsin mənim xoşuma gəldi. Gəl, mən səni Ağasənin müəllimin yanına aparım. Bir gün təşkil elədi, məni Ağasənin müəllimin yanına apardı. Balaxanlı dostum var idi, Ağacan. Çox gözəl bir qarmon çalan idi, həddindən artıq yaxşı qarmon çalan idi. Özü qarmon müəllimi işləyirdi. O məndən xahiş elədi ki, bir qız var, gənc qız var. Ağasənin müəllim, gəlsin ansambl ilə bir məşğul ol yenə. Dedim, mən nə olur Ebiyəxto, gəlsin, baxaram, görüm əgər səsi yaxşıdırsa, istidadı varsa, mən hellələrini axtarıram ki, yaxşı olsun. Ağacan dedi ki, gör gözəl bir dənə müğənni gətirmişəm sənin üçün. Dedi, hə, nə olar, lap yaxşı. Çox gözəl məni qarşıladı. O qədər onda bir insanlıq, deyim sənə, o qədər ürəyi geniş idi ki, elə bir uşaqla danışırdı mənimlə, bax belə bir şey. Dedi, qoy oxusun. Bir-iki mahnı oxudu. Gördüm ki, çox gözəl səsi var. Həddindən artıq gözəl səsi var. Səsimə qulaq asdı. Dedi ki, daha mənim səsim yoxdur. Mən qabaqlar ki, Rübabə xanımla çox çalıb oxumuşduq. Onun səsi mənim həmişə qulaqlarımda idi. Baxdım, gördüm ki, elə bir günlə Rübabə xanımın səsinə yaxın bir səsdir. Məşq elədik, o ilə də... Doğrudan da dedi ki, mən səni bütün canlı konsertlərə, efirlərə dəvət edəcəm. Demək olar ki, təxminən bir 5 ilə yaxın Zənfirə xanım mənim ansamblımun solisti olub. Çox konsertlərdə, tək televiziyada yox, ekranda yox, elə səhnələrdə, hara qastrolda gedirdik, konsert verməyə gedirdik. Zənfirə xanımı da dəvət edirdim ki, qoy tanınsın, oxusun, tanınsın. Amma oxumağımla da əlavə
Mən qarmon müəllimi işləyirdim. Qarmon üzrə müəllim işləyirdi. Amma qəlbinin dərinliyində müğənniliyə meyli var idi. Daima böyük sənətkarları izləyirdi. İslam Rızayevi, Rübabə Muradovanı çox sevirdi və onların lent yazılarına və çıxışlarına qulaq asırdı. Ansambllara da gedirdim. Çox ansamblda olurdum. Təravət xalq çalğı alətləri, Ağa Salih müəllimin, Ağa Cabral müəllimin, onların da müəllimlər evində konsertlərimiz olurdu, məşqlərə gedirdik. Bizimlə oxuyanlar Bilal Əliyev, sonra Yaqut Babayeva, mən, sonra Kamran vardı oxuyanlardan. İslam Rızayev ansamblı ilə də bizlərə elə bilən ki, az konsertlə bölgələrə konsertə gedirdik. Dahi oxuyanlarımızla, görkəmli sənətkarlarımızla çiyin-çiyinə çalışmışıq. Ara bir də gedirdim Asəf Zeynallı adına musiqi məktəbinə. Bizim gözəl sənətkarımız, muğam ustamız Həcbaba Hüseynovun dərsində otururdum. Muğamlara qulaq asırdım, onların muğamın zənginliyini öyrənirdim. Amma halbuki düzdür, oxumaqla çalğıda başqa olur muğam. Mən müəllimə işləyə-işləyə bütün rəqslərdir, muğamlardır, onları məsələn bilirdim. Amma oxumağın zənginliyini çox elə də məsələn, bəlkə də bilmirdim də, ola bilməz. Amma mənə hamısını o başa saldı. Bir günləri elə bir gün idi ki, mənə dedi ki, qızım, durub bir muğam oxuya bilərsən. Mən də başımı belə fırlatdım ki, bilmirəm, oxuya bilərəm, bilmərəm. Dedi, dur qızım, bilmərəm yox, dur oxuy. Ömrün hayızında sevdim, sevildim. Ömrün hayızında sevdim, sevildim. Elə bilirəm ki, ilk baharam mən. Arxamca sürünən kölgənəm sənin. Harda qərar tutsam, orada varam mən ay cavab, ay İfa elədim, baxdı mənə, dedi ki, heç gözləməzdim səndən bu cür oxumağı. Deyirəm, necə biləm, yağın ki, bilməmişəm də, ola bilər. Dedi, yox, əla deyə bilmərəm. Əladan biraz aşağıdır. Onda biraz zarafatları var idi. Qızım, üstündə işləsən, bundan da artıq olar. Amma əla, xoşuma gəldi. Sevgiyə həd qoymaq düzü günah. Deyirəm ki, kaş o günlərə yenə qayıdardım. İşi sözü günahdır. Zemfira müəllimənin həm qarmon ifaçısı kimi, həm qarmon müəllimi fəaliyyəti olduğu kimi onun müğənniliyi, xanəndəliyi də var. Çox önəmlidir ki, klassik formada müğənnilik fəaliyyəti var. Məsəl üçün, onun radyon fonunda Rübaba
xanımın ifasında olan bir təsnif var. Onu dinləyəndə mən kövrəlirəm. Çünki hər müğənni oxuya bilmir onu. Sensiz bu dünyanın en bedbahtiyim. Seninle her zaman bahtiyarım ben Hər dövrün öz mahnıları olub. O mahnıların içərisində Zemfira Hüseynovanın da mahnıları var idi. Güney Azərbaycanına işlədiyim verilişlərin əksəriyyətində mən onun mahnılarından çox istifadə edirdim. Çünki o muğamı mükəmməl bilirdi və xalq mahnılarını, bəstəkar mahnılarını gözəl səslə oxuyurdu. Xaricdə gələn məktublarımızda onun da mahnılarını istəyirdilər. İlk dəfə görmüşəm səni mən çay üstə ötdükcə nəğməmiz. Daima böyük sənətkarları izləyirdi. İslam Rızayevi, Rübabə Muradovanı çox sevirdi və onların lent yazılarına və çıxışlarına qulaq asırdı. Yoxsa mən duymuram, edirsən mənə Mənə təklif elədilər ki, Qızıl Fonda zapislər olacaq, biz bu zapisləri eləyək. Onu mən Azərbaycan radiosunun fonduna bir neçə mahnını səsini yazdım. Onlardan Səid Rüstəmovun Getmə, Getmə, İntizar, sonra İndi Sevmirəm, bu Bəxtiyar Kərəmovun mahnısıdır. Sonra bir də ki, xalq mahnısı kimi saat hal-hazırda gedir, Nə üçün bəs? Mən də Rübabə Muradovaya çox meylim var idi. Yəni ki, mən onun həm səsini bəyənirdim, həm oxumağını bəyənirdim. Onun mahnılarına müraciət elədim. Pis də alınmadı. Rübabə xanım onun oxumağını çox bəyənirdi. Sənin səsin həzin, yumşaq, ürəyə yatan, aydın diksiyalıdır. Elə deyirdi Rübabə xanım ona. Zemfira xanımın ifası da Rübabə xanımın ifasına çox bənzəyirdi. Rübabə xanım ömrünün axırına qədər həmən ansamblın, yəni Baba Salahov adına Araz Xalq Şahqatlar ansamblının solisti olub. Ancaq bizi ilə oxuyub, belə bizdən başqa görünə heç kəsin oxuyub. Mənim də Rübabə xanımdan çox təmaslarım olurdu da, söhbətlərim olurdu. Zemfiranın səsini Rübabə xanım həddindən artıq çox bəyənirdi. Çünki onun səsinə ki, yaxın idi, həmişə deyirdi ki, o oxuyanda elə bilginə ki, mən nəfəs alıram, elə bilirəm ki, mənim səsimdir. Həsrətdən islayanmış gözümün günəsi. Mən fəxr eləyirəm ki, o böyük sənətkarın mahnılarına müraciət eləmişəm. Bunlar indi hal-hazırda da Azərbaycan radiosunun fondunda saxlanılır. Gözümün günəsi. Nadir Babayev tar çalırdı müəllimlər evində. Biz instrumental orkestr təşkil elədik. Uzun müddət biz orada elə bir işlədik. Həm məşqləri eləyirdik, həm də orada işləyirdik, konsert verirdik. Bir günləri dəvət gəldi ki, biz filarmoniyada onda Folad Bülbüloğlu idi, oranın böyüyü. Dəvət elədilər ki, biz instrumental ansambl burada məşq eləsin. Biz orada getdik, məşq elədik. Elə itirdim ki, həyatda səni, ey məni
afişalar yazılırdı. Konsertlərimiz filarmoniyada çox anşlaqlı keçirdi. indi sevgiler. Ənvər Məmmədovla biz çox işlər gördük. Yəni məsələn Moskvaya, sonra Gorkidə, Senin fikrin niyeti Tümendə mahnı rəqs ansamblı ilə qastrol'a gedirdik. Orada da çıxışlarımız yaxşı idi. Azərbaycanı təmsil edirdik. Oxu Bülbül müsabiqəsi gedirdi. Bir də istedadlar axtarırıq. Oranın da qalibi oldum. Orada mənə Sarı Bülbül mahnısını oxudum, xalq mahnısı. Sonra Olmaz Olmaz. Bir də Necə əl çəkim. Onun ilə qalib oldum. Şagird olaraq kursu bitirəndən sonra artıq müəllimlik fəaliyyətində olanda da həmişə onun adını iftixarla çəkirdim ki, mənim belə müəlliməm olub. Həm ifaçılığı var, qadının ifaçısı, həm müğənniliyi, həm də yüksək səviyyədə müğənnilik istedadı var. Və məndən böyük musiqiçilər də, məndən böyük sənətkarlar da onun haqqında iftixarla danışırdılar ki, bəli, çox yüksək sənəti var, intellekt səviyyəsi var, davranışı, qabiliyyəti, əsl müəllimə, müğənniyə xas olan xüsusiyyətləri var. Zemfira müəllimə qayğıkeş, əhvallı insandır. Hindinin özündə də danışanda, onunla həl-ahal tutanda həmişə soruşar evdə, eşikdə, balalar, nəvələr, həmçinin mən ondan, o məndən. Yəni bu isti münasibət indi də davam edir. Mən Zemfira xanımı bir dost kimi də tanıyıram. Rəfiqə kimi, evlad kimi, ana kimi, nənə kimi çox gözəl xüsusiyyətlərə malik olan bir xanımdır. Bir ana kimi Allahdan bir evladım var. Üç dənə nəvəm var. Allah hamının balalarını saxlasın. Onlarla başım qarışdı, yəni ki, tərbiyəsi ilə, dərsləri ilə. Yəni bu sənətdən biraz uzaqlaşdım. Amma müəllimə kimi fəaliyyətimi davam etdirirdim. Mən sevinirəm ki, belə bir müəllimənin şagirdi olmuşam. Allah ona can sağlığı versin, uzun ömür arzulayıram. Dünya durduqca Allah onu sağlam eləsin. Mən Zemfira xanımı və onun ailəsinə xoşbəxtlik arzulayıram. Xoş günlər, illər arzulayıram. Mən ona can sağlığı, uzun ömür arzu edirəm. Arzu edirəm ki, doğmalarının, qızının, nəvələrinin uğurları onun həyat yollarına işıqlı bir çıraq olsun. Ona mən uzun ömür, can sağlığı arzulayıram. Gələn günləri xeyirli olsun. Ürəyində nə arzusu var, nə mətləbi var, Allah Teala onu yerinə yetirsin.